Vektorlar mövzusunun izahından sonra istəyirəm ki, test toplusu ikinci hissədə 2025-ci il yeni topluda olan vektorun koordinatları, uzunluğu, cəmi, fərqi və ədədə vurulması 80 dənə sual var. Onların izahını da verim sizə, bəlkə kömək oldu. Birinci sualda deyir ki, A və B vektorları verilmişdi. A, B fərqini tap. Birinci sualda A, B fərqi biz danışdıq ki, A vektorundan B vektoruna çıxdıqda uyğun komponentləri çıxırıq bir-birinə. Yəni 1-dən 3-ü, x-ından x-ını, -3-dən 1-i, y-dən də y-ni. Ona görə alınır -2, -4, cavab olur B variantı. İkinci tapşırığa baxaq. İkinci tapşırıqda vektorlar verilmişdi, cəmini istəyir. A vektoru ilə B vektorunun cəmi, yenə uyğun komponentlərin cəmi x ilə x-i, y ilə də y-i. -2 olduğu üçün burada çıxılır. Alınır 2 və 0. Burada da olur cavab B bəndi. Üçüncü sual, vektorun uzunluğu. A vektorunun uzunluğu modul A deməkdir. Kök altında komponentlərin kvadratları cəmidir. 9-un kvadratı 81, 12-nin kvadratı 144 olur. O da 225, oradan da çıxır 15. Üçüncü sualın cavabı Y bəndi. Dördüncü, yenə A vektorunun uzunluğunu istəyir. 5'in kök altında 5'in kvadratı üstə gəl 12'nin kvadratı, 25 üstə gəl 144, 169 və oradan da 13 çıxır. Dördüncü sualında cavab B variantı. Vektorlardan hansı vahid vektordur? Dərs izahında mən vahid vektordan danışdım. Uzunluğu 1'ə bərabər olan və variantlara baxırıq. A variantında 1'in kvadratı bu deyil. A variantında 1'in kvadratı, A variantı deyil. -1'in kvadratı üstə gəl 0'ın kvadratı, bəli, B variantıdır. 6-cı suala baxaq. 6-cı sualda vektorlardan hansı vahid vektordur? Yenə burada da görürük ki, D variantıdır. Çünki kök altında 1'in kvadratı, üstə gəl 0'ın kvadratı 1 verir. Vahid vektorda uzunluğu 1'ə bərabər olan vektordur. Bu barədə dərs izahında danışmışıq. Vektorun mütləq qiyməti 7-ci sualda və mütləq qiymət də bilirik ki, vektorun uzunluğu deməkdir. Komponentləri verilib, vektorun uzunluğu, mütləq qiyməti, modulu hamısı eyni anlama gəlir. Buradan da cavab 5 çıxır. 7-ci sualda cavab A variantıdır. 8-ci suala baxaq. 8-ci sualda vektorun yenə mütləq qiymətini istəyir komponentlər. 6, 8-dir. 6'nın kvadratı üstə gəl 8'in kvadratı. Bu da bərabərdir. 10 eləyir. Cavab 8-ci sualda D variantıdır. 9-cu sualda vektorları verilib. 2A vektorun ədədə vurulması. Dərsin izahında danışmışdıq. 2A'nı tapaq. A vektorunun komponentləri bizə 4 -1 verdiyindən 2A vektoru komponentlərlə belə yazılacaq. 2 vur 4 8, 2 vur -1 -2. Bizdən digər 3B'ni soruşur. 3B'nin də komponentləri belə yazılacaq. B'nin komponentləri də bizə verilmişdi. -2 5. 3'ü vururuq -2'yə -6, 3'ü vururuq 5'ə 15. Bizdən istəyir 2A çıxılsın 3B'ni. Deməli, komponentləri, uyğun komponentləri bir-birindən çıxırıq. 8'dən -6 çıxırıq. 14 eləyir. -6 çıxdığımıza görə üstə gəlirik. -2'dən də 15'i çıxanda -17 eləyir. 14 -17 9-cu sualda cavab olur B variantı. 10-cu sual eynidir. Uşaqlar, kitabda var deyənə, mən bir də komponentləri yazmıram. Birbaşa 3A yazıram. 3A bərabər olacaq 9 -12. A'nın komponentlərinə vururuq.
2b vektorunu istəyirsə 2-ni b-nin komponentlərinə vururuq. -4, 10. Sonra onların cəmini istəyirsə cəmləyirik. 9-un üstünə -4 eləyəcək 5. -12-nin üstünə 10 eləyəcək -2. 5 -2 10-cu sualda cavab C bəndidir. 11-ci suala baxaq. 11-ci sualda x-i m üstəgəl n, y-i m çıx n, vektorunu m n-lərlə ifadə elədir. -3-1, x-in yerinə nə qoyacaq? M üstəgəl n. Çıxılsın. Y-in yerinə nə yazacaq? M çıx n. Nə verilibsə onları yerinə yazacaq. Bərabər olacaq. -3-1m, -3-1n. Qarşıda mənfi var deyə üzr istəyirəm. -m, müsbət n olacaq. Və hesablayırıq. M-ləri 1, n-ləri 1. -3-1m, -3-3m deyək buna da. Olacaq -3-4m. -3-1n, müsbət 3-3 eləyəcək. Müsbət 3-2n. 11-ci sualda -3-4, müsbət 3-2 B bəndi olacaq. Baxaq 12-ci sualda eyni qaydadadır. 12-ci sualda -x deyir. X-in yerinə m üstəgəl n yazıram. Çıxılsın. 3-1 vurulsun. Y deyir. Y-in də yerinə m çıx n yazıram. Və başlayıram sadələşdirməyə. Çıx n, çıx 3-1m, üstəgəl 3-1n. Bərabər olacaq. M-lər 1, n-lər 1. Bunu çox ədli dərsindən də 7-ci sinifdən də bilməlisiniz. M-i -3-3 yazsam bizə verəcək -3-4m. Eyni işarəlidirlər deyə toplayırıq. N-in qarşısına 3-3 yazsam tamdır da. -3-2 n olacaq. -3-4m, -3-2 n. 12-ci sualda cavab C bəndi olacaq. Keçək 13-cü sualda. Baxaq nə var. 13-cü sualda ədədə vurma var. Lambdanın hansı qiymətində vektorun uzunluğu 5-ə bərabərdir? Bunu dərs izahında da demişdim ki, əgər vektorun uzunluğu 5-ə bərabərdir deyirsə, deməli, vektorun modul qiyməti bərabər olmalıdır. 3-ün kvadratı üstəgəl 2 lambdanın kvadratına. Deməli, onda uzunluq nəyə bərabər idi? 5-ə. Yazırıq ki, kök altında 9 üstəgəl 4 lambda kvadrat bərabərdir 5. Hər iki tərəfi kvadrata yüksəltsək, 9 üstəgəl 4 lambda kvadrat bərabərdir 25. 4 lambda kvadrat bərabərdir 25-dən 9 çıxırıq 16. Lambda kvadrat bərabərdir 16-nı 4-ə bölürük 4 və lambdanı alırıq -2. -13-cü 13-cü sualda D bəndindədir. Baxırıq 14-cü suala. 14-cü sualda da yenə vektorun uzunluğu 4 kökdə 14-ə bərabərdir. Birbaşa yazıram. 4 lambda kvadrat üstəgəl -8-in kvadratı bərabər olmalıdır 4 kökdə 14-ə. Və hər iki tərəfi kvadrata yüksəldirik. 16 lambda kvadrat üstəgəl 64 bərabərdir. 16 vur 14. Ona görə ki, kvadrata yüksəltdiyimiz zaman burada kvadratdan kök gedəcək. Burada isə kvadrata yüksəltdiyimiz zaman 4-ün kvadratı olacaq 16. Kökdə 14-ün kvadratı isə olacaq elə 14. Buradan hesablama zamanı 16-ın kvadratı, 16 lambdanın kvadratı bərabərdir. 16-nı 14-ə vuranda 24, 64, 6, 1, 4, 12, bir də yadda 224. 224-dən də çıxacaq 64-ü, 6, 160. Alınacaq 160.
Lambda kvadrat bərabərdir. 160-ı 16-ya böləndə 10. Lambda da bərabər olacaq. Mənfi müsbət kök altında 10. 14-cü sualda cavab olur D bəndi. Keçdik 15-ci suala. 15-ci sualda bizə C və D nöqtələri verilmişdir. C və CD vektorunun komponentlərini tapın deyir. Dərs izahında da demişdim ki, CD deyilirsə son D'dir, başlanğıc C'dir. Deməli, sondan başlanğıc çıxılmalıdır. Mənfi 1-dən çıxıram 2-ni, uyğun komponentləri x-ından x-ini, y-dən y-ini. 1-dən çıxıram mənfi 3-ü. Bu zaman komponentlərlə yazılış olacaq mənfi 3 və 4. Mənfi 3, 4, 15-ci sualda A bəndidir. 16-cı suala baxaq. Nöqtələri yenə CD-ni komponentlərlə istəyir. D-dən C-nin komponentlərini mənfi 1-dən çıxırıq 3-ü. 3-dən çıxırıq mənfi 2-ni. Bərabər olacaq mənfi 4 və 5. Mənfi 4, müsbət 5. 16-cı sualda cavab C bəndi olur. 17-ci sualda vahid vektor. Yenə vahid vektordursa uzunluğu 1-ə bərabərdir. Yəni 3K kvadrat üstəgəl 4K uyğun komponentlər kvadratlara yüksəlir. Cəmləyirik kök altında. Bərabər olacaq 1-ə. Deməli, kök altında 9K-nın kvadratı üstəgəl 16K kvadratı. Bərabərdir. Hər iki tərəfi kvadrata yüksəltsək 1-in kvadratı 1 verir. Cavab eləyir 25K kvadrat bərabərdir 1. K kvadrat bərabərdir 1 bölünsün 25. K da bərabərdir mənfi müsbət 5-də 1. Burada da cavabı A variantında mənfi müsbət 0,2 verib onluq kəsirlə yazılışıdır. Elə 0,2. Gedək 18-ci suala baxaq. 18-ci sualda vektorun uzunluğunu tapın. A vektorunun fəzadadır. Bu barədə danışmışdıq. Dedik ki, eyni proses icra olunur. Sadəcə burada bir dənə Z əlavədir. Vektorun uzunluğu komponentlərin kvadratları cəmidir. Və 0-ın kvadratı kök altında 25, 144, üstəgəl 0. O da eləyir kök altında 169, çıxacaq 13. 18-ci sualda cavab Y variantıdır. 19-cu sualda B vektorunun uzunluğunu istəyir. Modul B bərabərdir. Kök altında 4 kökdə 3-ün kvadratı, üstəgəl 2-nin kvadratı, üstəgəl 2 kökdə 3-ün kvadratı bərabərdir. Kök altında 4-ün kvadratı 16, kökdə 3-ün kvadratı 3 verdiyindən hasil olur 48. Üstəgəl 2-nin kvadratı 4 olur. Üstəgəl 2 kökdə 3-ün kvadratı 4 vurulsun 3, 12. 64, oradan da cavab çıxır 8. 19-cu sualda cavab olur A bəndi 8. 20-ci sualda x-in hansı qiymətində vektorun uzunluğu 5 olar. Vektorun uzunluğunu müəyyən eləmək üçün komponentlərin kvadratları cəmi kök altında yazırıq və bu fəzada olan vektordur. Yenə ki Z var burada, fərq etməz. Vektorun uzunluğu 5-ə bərabərdir və yazırıq kök altında x kvadrat üstəgəl 9 üstəgəl 16 bərabər olur 5-ə. X kvadrat üstəgəl 25 bərabərdir 25-ə. Çünki hər iki tərəfi kvadrata yüksəldib kökdən azad eləyirik. X də bərabər olacaq 0-a. 20-ci sualda cavab D bəndi olacaq. 21-ci sualda y-in hansı qiymətində vektorun uzunluğu 10 olar? Yenə vektorun uzunluğu kök altında mənfi 6-nın kvadratı üstəgəl y-in kvadratı üstəgəl 8-in kvadratı bərabər olmalıdır 10-a. Kök altında mənfi 6-nın kvadratı 36-dır, y-in kvadratı bu da 64 bərabər olacaq 10-a. Hər iki tərəfi kvadrata yüksəltsək
100 üstəgəl y-in kvadratı bərabər olacaq 100-ə. Deməli, y də 0 alacaq. 21-ci sualda cavab olacaq B bəndi. Davam edirik 22-ci sualına. 22-ci sualda vektorların cəminin komponentlərini tapın deyir uşaqlar. Yəni A üstəgəl B-ni istəyir. Uyğun komponentləri cəmləyirik. X-ı ilə X-ını. Yenə fəzadadır. Z var, fərq etməz. Proses eynidir. 2-nin üstünə mənfi 1 gəlirik. Yəni 2 çıx 1. Mənfi 3-ün üstünə 2 gəlirik. 4-ün üstünə də mənfi 3 gəlirik. Çıx 3 demək olur. Bərabər olacaq 1, mənfi 1 və 1. 1, mənfi 1 və 1 22-ci sualda cavab C bəndidir. 23-cü sualda A, B vektorlarının cəmini yenə cəmləyirik. A üstəgəl B. Uyğun komponentlər 3-dən 2. 3 çıx 2 olacaq. Çünki mənfi 2 üstünə gələndə mənfi 1, mənfi 2, 6 çıx 1. Bərabər olacaq. 1, mənfi 3 və 5. 1, mənfi 3, 5, 23-cü sualda cavab B variantı. 24-cü suala baxaq. 24-də A çıx B-ni istəyir. A çıx B yenə uyğun komponentlərin fərqidir. 6 çıx 4. Mənfi 3 çıx mənfi 2. 0 çıx 4. Bərabərdir 2. Mənfi 3 artıq burada olacaq üstəgəl. Mənfi 1 və mənfi 4. 24-cü sual 2 mənfi 1 mənfi 4 vektorun uzunluğunu istəyir. Bəli, A çıx B fərqi tapdıqdan sonra uzunluğunu istəyir. Yəni kök altında 2-nin kvadratı üstəgəl mənfi 1-in kvadratı üstəgəl mənfi 4-ün kvadratı. O da bərabər eləyəcək. 4 üstəgəl 1 üstəgəl 16 kök altında 21-24-cü sualda cavab olur Y bəndi. Davam edirik 25-ci sualla. 25-ci sualda A çıx B vektorunun uzunluğunu istəyir yenə. A çıx B vektorunun birinci komponentlərinə yazırıq. 3-dən 3 çıxdıq 0. Mənfi 2-dən 1 çıxdıq mənfi 3. 5-dən 4 çıxdıq 1. Bunun komponentlərlə yazdıq və indi A çıx B kök altında 0-ın kvadratı, mənfi 3-ün kvadratı, üstəgəl 1-in kvadratı. O da bizə verəcək 9 üstəgəl 1, kök altında 10, 25-ci sualda olur. Cavab D bəndi. 26-cı sualda S bərabərdir 4A üstəgəl B və bu vektorun uzunluğunu istəyir. Birinci biz 4A'nı tapmalıyıq. A'nın komponentləri mənfi 1, 1'dir deyə 4A'nın komponentləri mənfi 4, 4 olacaq. Vektorun ədədə vurulmasıdır. Sonra biz bunu B ilə toplamalıyıq. B'nin də komponentləri 1 ilə 3'dür və topladığımız zaman 4A üstəgəl B yazaq. Mənfi 4'ün üstünə 1 gəldik. Mənfi 3. 4'ün üstünə 3 gəldik. 7. Və indi modulunu tapaq. 4A uzunluğunu yəni üstəgəl B-nin modulunu. Mənfi 3'ün kvadratı üstəgəl 7'nin kvadratı bərabər olacaq. Kök altında 9 üstəgəl 49. Kökdə 58. 26-cı sualda cavab Y bəndidir. 27. A, B vektorları indi 2A çıx B-ni istəyir. 2A'nı tapırıq birinci. 2'ni vururuq. A'nın komponentlərinə yenə fəzadadır. Yenə eyni prosesdir. 2, mənfi 2, 4. 2A'nın komponentlərini tapdıq. B-ni də bizə verib. Mənfi 1, mənfi 6 və 4 kimi. İndi bir-birindən çıxırıq. Uyğun komponentləri çıxacaq. 2-dən mənfi 1 çıxanda 3, mənfi 2-dən mənfi 6 çıxanda 4,
4'dən 4 çıxanda 0. İndi bu vektorun uzunluğu lazımdır. Yəni 3'ün kvadratı, 4'ün kvadratı, 0'ın kvadratı. Cavab olur 5. 27-ci sualda A bəndi. 28'ə baxaq. A açıq B vektorunun uzunluğunu istəyir. A açıq B vektorunu komponentlərlə yazaq. -2'dən 3 çıxırıq. -5 edir. 5'dən 1 çıxırıq, 4 edir. Uzunluğunu tapmaq üçün -5'in kvadratı üstəgəl 4'ün kvadratı, 25 üstəgəl 16, 41, kök altında 41. 28-ci sualda cavab B variantı. 29. Vektorlarının cəminin mütləq qiyməti, yəni yenə uzunluğu, modulu. Vektorların cəmləyirik birinci, komponentlərlə yazırıq. Uyğun komponentləri 1 ilə 1'i topladıq 2, y-dən y-i yəni toplayırıq 2 ilə 1, o da 3 eləyir. İndi modulunu tapaq. Mütləq qiymətini, yəni 2'nin kvadratı üstəgəl 3'ün kvadratı, 4 üstəgəl 9, kökdə 13. 29-cu sualda cavab olur C bəndi. 30-cu sual. 30-cu sualda A üstəgəl B vektorunun uzunluğunu istəyir. A üstəgəl B vektorunu komponentlərlə yazaq. -2 üstəgəl 3 eləyir 1. 5 üstəgəl 1 eləyir 6. Yəni x ilə x-i, y ilə y-i toplayırıq. Vektorların toplanması bu qədər bəsitdir. Uzunluğunu istəyəndə isə komponentləri kvadrata yüksəldib toplayırıq kökün altında. Bir daha xatırladıram. Dərsi buradan bəlkə izləyirsiniz. Bəzən uşaqlara hansı sual lazımdırsa oradan baxır. 30'da C bəndi alındı cavab. 31. A, B olarsa, A, B vektorlar verilərsə 2A, sonra da 5B çıxmalıyıq bir-birindən. 2A, A'nın komponentləri verilib, ədədi vektora vurduğumuz zaman ədədi bir-bir komponentlərə, yəni 2'ni 2'yə 4, 2'ni -1'ə -2, 2'ni 4'ə 8. 2A'nın komponentlərlə yazdıq. 5B'ni yazaq indi. Yəni 5'i 3'ə, B'nin komponentlərinə 15, 5'i 0'a 0, 5'i -2'yə -10. 2A'dan 5B'ni çıxırıq. 2A'dan 5B'ni çıxdığımız zaman yenə uyğun komponentləri çıxacaq. 4'dən 15 çıxırıq, -11. -2'dən 0 çıxırıq, -2. 8'dən -10 çıxırıq, müsbət 18. Bizdən sadəcə komponentləri istəyirdi. O da olur 31'də D bəndi. İndi gəldiyi maraqlı bir şəkil var 32-ci sualda. 32-ci suala diqqət eləyək. Koordinat müstəvisində təsvir olunmuş A vektorunun komponentlərini tapın. A vektorunun sonu 0, -2'dir. Görürük. Başlanğıcı hardadır? -3, 0. Komponentlərlə yazılışı zamanı nə edirik? Sondan başlanğıc çıxılır. 0'dan -3'ü çıxırıq, müsbət 3. -2'dən 0'ı çıxırıq, -2. 32-ci sualda cavab olur B bəndi. Eyni şəkildə 33-cü suala baxaq. 33'də də A vektorunun başlanğıcı olacaq x-i 3'dür, y-i 0. Sonunda isə x-i 0'dır, y-i 2'dir. Bunu koordinat sistemini bilən, nöqtələri qurmağı bacaran hər bir uşaq bilir. Komponentlər də vektorun komponentlərlə yazılışı sondan başlanğıc çıxılır da. 0'dan 3 çıxacam, -3, 2'dən 0 çıxacam, 2, -3, 2. O da 33-cü sualda cavab olacaq B bəndi. Gedək 34-cü suala. 34. M'in hansı qiymətində vektorların uzunluqları bərabər olar? Maraqlı sualdır. Nəhayət ki, fərqli suallara çatdıq. Uzunluqlar bərabərdir. Uzunluqları necə tapırıq? İndi birinci modul A'nı tapırıq. Yazırıq. 4 çıx x-in yerində 4 çıx M yazılıb. Y-in yerində isə 3 yazılıb. 4 çıx M-in kvadratı üstəgəl 3'ün kvadratı.
Modul B-yə baxaq. Kök altında 5'in kvadratı üstəgəl m üstəgəl 2'nin kvadratı. Bunların uzunluqları bərabər olmalıdır. Kökdən azad eləyirik. Çünki hər iki tərəfdə kök altında olduğu üçün elə köksüz yazacağıq. Kvadrat üstəgəl 9, 3'ü kvadrata yüksəltdim. 25 üstəgəl m üstəgəl 2'nin kvadratı. Müxtəsər vurma düsturundan sadələşdirək. 16 çıx 8m üstəgəl m kvadrat üstəgəl 9 bərabərdir 25 üstəgəl m kvadrat üstəgəl 4m üstəgəl 4. M kvadratları sağda da solda da var. Yan yana keçsələr mənfi olacaqlar. Onlar getdi. Məchullar bir yana, məlumlar bir yana etsək. Mənfi 8m buradadır. 4m də sol tərəfə keçəndə mənfi olacaq. Bərabərdir. 25 üstəgəl 4. 29. 9 sağ tərəfə keçəcək, mənfi olacaq. 16 sağ tərəfə keçəcək, mənfi olacaq. Mənfi 12m bərabərdir 4. M bərabərdir mənfi 3'də 1. 34-cü sualda cavab A bəndi olur. Baxaq 35-ci suala. M-in hansı qiymətində vektorların uzunluqları bərabərdir? Yenə uzunluq yazmaq üçün 5 üstəgəl m-in kvadratı üstəgəl 12'nin kvadratı birbaşa yazıram. Bərabərdir. Kök altında 13'ün kvadratı üstəgəl m çıx 1'in kvadratı. Hər iki tərəfdən kökdən azad eləyək və kvadrata yüksəldək müxtəsər vurma düsturundan 25 üstəgəl 10m üstəgəl m kvadrat üstəgəl 144 bərabərdir. 13'ün kvadratı 169 üstəgəl müxtəsər vurma düsturundan m çıx 1'i açaq. M-in kvadratı çıx 2m üstəgəl 1. Sağ və sol tərəfdə m kvadratları hər ikisi müsbət olduğundan gedəcəklər. Məchullar solda 10m, m gələcək yanına üstəgəl 2m olacaq. 169 sağ tərəfdədir, üstəgəl 1. 144 keçəcək sağ tərəfə mənfi olacaq. 25 keçəcək sağ tərəfə mənfi olacaq. 12m bərabərdir 170. 170'dən çıxırıq 25'i edəcək 145. 145'dən də 144 çıxacaq, alınacaq 1. M bərabər olacaq 12'də 1'ə. 35-ci sualda cavab olacaq Y bəndi. 36'ya diqqət edək. 36'da AB vektorunun modulunu tapın. Yəni AB vektorunu birinci komponentlərlə yazaq. Sondan başlanğıc çıxılır. Yəni B'nin komponentlərindən A'nın komponentlərini çıxacaq. Mənfi 5'dən 0, mənfi 5, 4'dən 2, 2 və vektorun modulunu tapın. Yəni uzunluğunu tapın. Mənfi 5'in kvadratı üstəgəl 2'nin kvadratı bərabər olacaq 25 üstəgəl 4 kök altında 29. 36-cı sualın cavabı B variantıdır. 37-ci sual. AB vektorunun modulunu istəyir yenə bizdən. AB vektorunun modulunu. O da bərabər olacaq. Birbaşa da yaza bilərik. Mənfi 2'dən çıxacam mənfi 1'i üstəgəl 1 kvadratı üstəgəl 3'dən də çıxacam 4'ü kvadratı. Bərabərdir. Mənfi 2'dən 1 çıxdı. Mənfi 1 kvadratı 1. 3'dən 4 mənfi 1 kvadratı 1. Alınacaq kök altında 2. 37-ci sualın cavabı A bəndidir. 38-ci sualda vektorları verilmişdi. A üstəgəl B bərabərdir. Yəni A üstəgəl B vektorların cəminin uzunluğunu istəyir. Birinci onların cəmini tapmalıyıq. A üstəgəl B. Uyğun komponentləri toplayırıq. 5'dən 3, 8. 7 ilə M. 7M. 7 üstəgəl M. Belə yazırıq. Sonra onun uzunluğu, yəni modul A üstəgəl B bərabər olacaq 8'in kvadratı üstəgəl 7 üstəgəl m-in kvadratı.
Və bunu sadələşdirsək, 64 üstəgəl 49 üstəgəl 14 m üstəgəl m-in kvadratı bərabər olacaq 17-yə. Çünki mənə bunu 17 verib misalın şərtində. Hesablayırıq kökün altını. Kökdən azad edirik. Ya da birinci hələ hesablayım görəsiz sonra. 64-dən 49, 13, 113. Üstəgəl 14m. Üstəgəl m kvadrat. Bu kvadrat tənlik olacaq məncə. Bərabərdir 17. Hər iki tərəfi kvadrata yüksəltsək, m kvadrat üstəgəl 14m üstəgəl 113 bərabərdir 289. M kvadrat üstəgəl 14m 289-dan 113 çıxanda 176. Bu tərəfə keçirdirik. 176 bərabərdir 0. Və bizim köklərimiz diskriminantla ya da ki birbaşa cavablarda baxaq. 8-dən 22 eləyir. Mənfi 22, 8. 38-ci sualda cavab olur A bəndi. M1 bərabərdir mənfi 22, M2 bərabərdir müsbət 8. 39-cu suala baxaq. Vektorlar verilmişdi. A çıx B-nin modulunu istəyir. Birinci A çıx B-ni tapırıq. Uyğun komponentləri çıxırıq bir-birindən. Mənfi 2-dən çıxırıq 3-ü. M-dən çıxırıq 1-i. Sonra onun uzunluğunu tapıb 13-ə bərabər eləyəcək. Yəni, mənfi 2-dən mənfi 3, mənfi 5, mənfi 5-in kvadratı üstəgəl m çıx 1-in kvadratı. O da bərabər olacaq 13-ə. Kök altında mənfi 5-in kvadratı 25, üstəgəl müxtəsər olma düsturundan açsaq m kvadrat çıx 2m üstəgəl 1 bərabər 13-ə. Kökdən azad eləyək. M kvadrat çıx 2m üstəgəl 26 bərabərdir 169. M kvadrat çıxılsın 2m. 169-dan çıxanda sağ tərəfə keçirdirik 3. 143 bərabərdir 0. Burada da 11, 13. Mənfi 11. 39-cu sualda B bəndi. M1 bərabərdir mənfi 11, M2 bərabərdir 13. Kvadrat tənliyi ilə kökləri tapırıq. Gəldik 40-cı sualda artıq şəkillərdir. Baxın, paralelogramdır. Paralelogramda uşaqlar, birinci biz paralelogramın dörd bucaqların xassəsini bilməliyik. A, B, C, D. Fikir verin, diagonallar kəsişib və kəsişmə nöqtəsində yarıya bölünür. Bunu yadınızda saxlayın, bunu bilməli olmalısınız. Çünki burada vektor olmasına baxmayaraq, ola bilsin ki, paralelogramın xassəsindən istifadə olunub. Diagonalları görən kimi o ağlınıza gəlsin, mənim o ağlıma gəlir. A, B vektoru istiqamətə görə oxunur. A, B vektoru, B, O vektoru və AO vektoru. AO vektoruna, burada O var. AO vektoruna kiçik A deyib, BO vektoruna kiçik B deyib və bizə deyir ki, AB vektorunu bunlarla kiçik AB ilə ifadə elə. Mən də bilirəm ki, toplama qaydasında birinin sonu digərinin, bunun AB-nin sonu əgər BO-nun başlanğıcıdırsa, o zaman mən yaza bilərəm ki, AB üstəgəl BO bərabərdir. Sonu ilə sonu, başlanğıcı ilə başlanğıcı üst-üstə düşənə. Yəni, AO-ya. Mən də ifadə eləmişəm AO-nu, yəni tapşırıq A üstü xət, BO-nu da B üstü xət. AB-ni ifadə elə deyir. İndi mən buradan AB-ni tapsam, A çıx B verəcək də mənə. A çıx B də 40-cı sualda A bəndi olacaq. Eyni qaydada 41-ci sualı həll eləyək. 41-ci sualda da paralelogramdır.
A, B. Burada BA vektorudur. İşarələrə fikir verin. Diagonal gedib və kəsişib, kəsişmə nöqtəsinə yarıya bölünüb. BO vektorudur. AO vektorudur. İndi bizə yenə AO'nu A deyib, kiçik a, BO'ya B deyib və BA'nı ifadə elədir. Fikir verin, BA'nı. Mən yenə baxıram hansının sonu, hansının başlanğıcıdır. Baxıram ki, BA'nın sonu AO'nun başlanğıcıdır. Deməli, AO'nu üzərinə gələndə mənə verməlidir BO'nu. İndi əvəzləyici vektorları yerinə qoyaq. BA'nı istəyir bizdən. Üzərinə AO'nu ifadə edib bizdə A, kiçik A vektoru ilə bərabərdir. BO-nu ifadə edib kiçik B vektoru ilə. Deməli, BA bərabər olacaq. B çıxılsın. A vektoru 41-ci sualda cavab olacaq. C bəndi. 42-ci suala baxaq. Vektoru vahid vektoru olarsa. Vahid vektor olarsa, deməli, L vektorunun modulu bərabər olmalıdır 1-ə. Modulu da necə tapırdıq? Komponentləri, kvadratları cəmi kök altında bərabər olmalıdır 1-ə. Yəni, m kvadrat üstə gəl 25-də 9 bərabər olmalıdır 1-ə. M kvadrat da bərabər olacaq 25-də 25-dən 25-də 9, 25-də 16. M də bərabər olacaq mənfi müsbət 5-də 4. O da 42-ci sualda Y bəndi olacaq cavab. Gedək 43-cü suala. Eyni şəkildə 43-cü sualı da həll edə bilərik. 43-cü sualda da yenə vahid vektor soruşur. Kök altında K'nın kvadratı 5-də 4-ün kvadratı bərabər olmalıdır 1-in kvadratına. Yəni K kvadrat üstə gəl 25-də 16 bərabərdir 1. K bərabərdir bu dəfə 25-də, K kvadratı 25-də 9, K bərabərdir mənfi müsbət 5-də 3. 43-cü sualda cavab Y bəndidir. 44-də nöqtələr verilmişdir AS. AS vektorunu birinci komponentlərlə yazaq. A-nın komponenti 2, 4, S-nin komponenti 7, 9. Sondan başlanğıc çıxılır. Yəni 7-dən 2, 5, 9-dan 4, 5. AS-ni komponentlərlə yazdıq. İndi BD-ni komponentlərlə yazırıq. BD-ni, D-dən B-ni komponentlərini çıxacam. 16-dan 6, 10, 8-dən 5, 3. İndi AS üstə gəl, BD istəyir. Uyğun komponentləri toplayırıq. 15, bu da 8. Vektorun modulunu istəyir. Yəni kök altında 15-in kvadratı, 8-in kvadratı 225 üstə gəl 64 bərabər olacaq. 289-a oradan da çıxacaq 17. 44-cü sualda cavab olacaq D bəndi. Yenə 45-ci sualda bir şəkil var, koordinat sistemi var. MN vektorunun uzunluğunu tapın. Vektorun uzunluğunu uşaqlar elə burada şəkildə də görsənir Pifagor teoremi. Buradan rahatlıqla tapmaq olur. Bu məsafə mənfi 2, bu da müsbət 2. Deməli, bura məsafə 4-dür. Bu məsafədə 4-dür. Deməli, burada cavab olacaq 4 kökdə 2. 45-ci sualda cavab Y bəndidir. Eyni şəkildə 46-cı suala baxaq. 46-cı sual. Vektorlar çox asan mövzudur. Bilmirəm, 9-cu sinifdə keçilir. Uşaqlar yaxşı keçmirlər məktəbdə. Nədir narahatçılıq, mən bilmirəm. Amma adı gələndə, ümumiyyətlə həndəsənin adı gələndə uşaqlar niyə narahat olur, bilmirəm. Buradan 0-dan 2 addım sağa, 3 addım, üzr istəyirəm, 2 addım sola, 3 addım sağa. Deməli, bura 5-dir, buradakı məsafə. Burada da 5 verib də bizə. Burada 5-dir. Deməli, cavab 5 kökdə 2 olur. O da nədən olur? Düzbucaqlı üçbucaqda, bərabər yanlı düzbucaqlı üçbucaqda, əgər katetlər A-dırsa, hipotenuz A kökdə 2 olur. Bunun da isbatı Pifagor teoremidir. Ona görə də 46-cı sualda da cavab Y bəndi olur. 47-ci suala nəzər salaq. 47-ci sualda G nöqtəsi ABCD paralleqramının AD tərəfinin
paralleqramımızı çəkək. A, B, C, D paralleqramının AD tərəfinin orta nöqtəsi. Orta nöqtəsidirsə, bura baxaq indi görək nə verib. G buradır və bu bərabər bölünüb deyir. BG, yəni B-dən başlayırıq, G-də bitiririk. Vektorunu DA, DA-ya fikir verək. D-də başlayırıq, A-da bitiririk. DA-ya bir A deyib vektoru. AB-yə bir B deyib B vektoru. BG-ni deyir. DA ilə ifadə eləyin. Bura A deyirsə, AD-yə A deyibsə, deməli AG 2-də 1 A olacaq. Biz də BG-ni ifadə eləməliyik. Tutaq ki, BG-yə bir X deyək. İndi biz burada DA-nın uzunluğunu A vermişdi axı bizə. Ona görə istiqamət DA olaraq verilmişdi deyənə. Burada GA alınır. Amma biz də bilirik ki, dərs izahında görmüşdük ki, AB, BG, GA üstə gələndə eyni istiqamətli olanda cavab 0 verir. Bizə də 0 olmaz. Ona görə AB vektoru üstə gəl, BG vektoru bərabər olmalıdır. Mənfi AG vektoru. Yəni GA deyək də buna. GA. Bərabər olmalıdır GA-ya. Çünki istiqamət bu tərəf olmalıdır ki, birinin sonu digərinin başlanğıcı, o tərəfdə də başlanğıcdan başlanğıc, sondan son düşsün üst-üstə. Çünki GA olmaz. AG. İndi mən AB-yə B demişəm, BG-yə X demişəm, AG-yə də 2-də 1 A. İndi mənfi 2-də 1 A olacaq. Çünki mən GA-da istiqamətimiz mənfi olmalıdır da, indi AG lazımdır deyə bizə, istiqamət əksinə getdi deyə. Mən nəyi? X-i tapmalıyam. X bərabər olacaq. Mənfi 2-də 1 A çıx B. O da bizdə olacaq D bəndi 47-ci sualda. Gedək 48-ə, o da o qaydadadır. Bir baxaq bunu necə səliqəli yaza bilirik. G nöqtəsi ABCD paralleqramının diqqətli olmaq lazımdır. Bəzi suallarda, imtahanlarda da elə belə çaşdırıcı suallar düşür. Diqqət tələb eləyən, amma hesablanması az vaxt aparan. ABCD paralleqramında AD tərəfinin orta nöqtəsidir G. Yenə. SG istiqamət bu cür. Vektorunu DA, yenə DA bərabərdir A desək, buna bir A desək, bura olacaq 2-də 1 A, bu da olacaq 2-də 1 A. AB-yə bir dənə B desək, AB. AB B-dirsə, CD də B-dir. Onu göstərir bizə. SG-ni ifadə elə deyir. SG-yə bir X deyək. Baxaq, B-nin üstünə X-i gələndə mənə verməlidir DG-ni, yəni bu dəfə istiqamətimiz düzdür. 2-də 1 A-nı. Mən də X-i tapanda buradan 2-də 1 A çıxılsın B deyəcəm. Çünki məndə DA istiqaməti elə DG-nin də istiqamətidir. İstiqamət pozulmayıb deyəni. 47-də pozulmuşdu, burada yox. Başlanğıcdan başlanğıc üst-üstə düşüb. Ona görə baxın. DS sonu SG-nin başlanğıcıdır. Ona görə B üstə gəl X yaza bilirəm. Bərabər olmalıdır 2-də 1 A-ya. Onda da X-i tapanda 2-də 1 A çıxılsın B. 48-ci sualda cavab olur A bəndi. 49-cu sualda baxaq 49-cu suala. 49-da baxaq nə deyir? O koordinat başlanğıcıda başlayanda elə ON nədirsə komponentləri N-in, onu da yazırıq. ON-in komponentləri olacaq 2, 5. Çünki başlanğıcı 2-dən 0 çıxacam, 5-dən 0 çıxacam. Həmən şeydir. M-in də komponentləri M-dən 0 çıxacam, X-indən, Y-indən. Ona görə də mənə mənfi 5, mənfi 1 verir. Və bunların cəmini istəyir məndən. Mənfi 3,
Bir də 4 verir. Mənfi 3, 4. 49-cu sualda cavab D bəndidir. Keçək 50-ci suala. 50-ci sualda da yenə 0 nöqtəsindən başlayırsa, elə uzunluqları eynidir. O, n komponentlərlə yazılışı x-i 4-dür, y-i -1 koordinat sistemindən götürürük. O, m x-i -1-dir, y-i 5-dir. Bizdən vektorunun cəmini istəyir də, bəli. Cəmi eləyəcək 3 və 4. 3 və 4 50-ci sualda cavab Y bəndidir. Vektorları verilmişdir. K'nın hansı qiymətidə vektorunun uzunluğu 17-yə bərabərdir? 51. Birincisi 3A'nı tapmalıyıq. Vektorun ədədə vurulması 3'ü 1-1. A vektorunun komponentlərinə vuracaq 15 və 3K və -6 fəzada olan vektordur. Z-i də var. Üstəgəl B olmalıdır. B'nin də komponentləri mənə verilib 2, 15, 6 və bunların cəmini tapandan sonra uzunluğunu tapacağıq. Cəmi olacaq 17, 3K üstəgəl 15, -6 ilə 6 da 0 verəcək. Və bunların uzunluğu deyir 3K üstəgəl 15, buna aid artıq neçə misal eləmişik? Bərabərdir 17-yə. 17-nin kvadratı 289. Gəlin azad eləyək kökdən. Artıq sağ tərəfi də kvadrata yüksəldərik. 17-nin kvadratı 289 üstəgəl. Müxtəsər vurma düsturundan açaq 9K kvadratı üstəgəl 45, 90. 90K üstəgəl 225. 0'ın kvadratı 0'da yazmadım. Sağda 289. 289'lar getdi. 9K kvadrat üstəgəl 90K üstəgəl 225 bərabərdir 0'a. 9'a bölək hər tərəfi. K kvadrat üstəgəl 10K üstəgəl 25 bərabərdir 0. Kökləri tapaq indi. 5, 5, -5, -5. Bu neçənin sualı idi? K parametrinin hansı qiymətində? -5, 51-ci sualda cavab A bəndidir. 52-ci suala baxaq. OX oxu ilə 60 dərəcəli bucaq əmələ gətirən vektor. Koordinat sistemi belə bir vektordur. 60 dərəcəli bucaq əmələ gətirir. Vektorun bu ox üzərində proyeksiyası kölgəsidir. Yəni, bax, buradır. Ox üzərində proyeksiyası kökdə 3'ə bərabərdir. Proyeksiya hündürlüyü çəkirik düz bucaq altında. Deməli, 30, bura 30 olacaq da, bura 60'dırsa. 30 dərəcəli bucaq qarşısındakı katet kökdə 3'dürsə, hipotenuz 2 kökdə 3 olacaq. Çünki onun 2 misli olacaq. Ona görə də 52-ci sualda cavab olacaq C bəndi. 53-cü sual. OX oxu ilə 30 dərəcəli bucaq əmələ gətirib. Bu dəfə 30 dərəcəli bucaq əmələ gətirib. Vektorun ox üzərindəki, x oxu üzərindəki, bax, buranı tap deyir. Burası verilib, üzr istəyirəm, 3. Vektorun uzunluğunu tap. Vektorumuz bu idi. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. 60 dərəcəli isə, misal üçün, 30'un qarşısındakı x-dırsa, 60'ın qarşısındakı x kökdə 3'dür. Yəni, x kökdə 3 bərabərdirsə 3'ə, x bərabərdir 3 böl kökdə 3'ə. Bunu da irrasionallıqdan azad eləyəndə 3 kökdə 3, aşağıda da 3. 3'lər gedir, cavab qalır kökdə 3. Bura oldusa kökdə 3, 30 dərəcənin qarşısında vektorun uzunluğu yenə olacaq 2 kökdə 3, 53-cü sualda cavab olacaq B bəndi. 54-cü suala baxaq. 54-cü sualda A və B vektorları x vektorunun uzunluğunu tap. Baxaq, hansının başlanğıcı, hansının sonudur. Gəlin birinci onları sadələşdirək. Birinci mənə 2A çıx B verilib. Mən 2A'nı tapıram.
2'yə vuracam komponentləri, eləyəcək 6 və -8. Sonra B-nin komponentlərini mənə 6, 12 verib. Çıxacam 2A-dan B-ni, alınacaq 0, -20. Yəni 0, -20. Buradan silək. Sonra mənə digər vektor 3A üstəgəl B lazımdır. Mən 3A-nı tapıram. Vuracam 9, -12. 3A, B-nin də komponentləri mənə verilib 6, 12. Və cəmləyəcəm. Olacaq 15, bu da olacaq 0. Deməli, 15, bu da olacaq 0. Lazımdır mənə indi bu vektor. 2A çıx B. Sonra X. Deməli, 2A çıx B üstəgəl X. Mənə ver, çünki bunun sonu digərinin başlanğıcıdır. Mənə verməlidir 3A üstəgəl B-ni. 3A üstəgəl B-ni verməlidir. İndi baxaq, 2A çıx B-ni komponentlərlə tapmışam. 0, -20. Üstəgəl X bərabərdir. 3A üstəgəl B-ni komponentlərlə tapmışam. 15, 0. Mən nəyi tapmalıyam buradan? X-i. Yəni 15, 0-dan çıxmalıyam 0, -20-ni. X bərabər olacaq. 15-dən 0 çıxacam. 15. 0-dan -20 çıxacam. Müsbət 20. X vektorunun uzunluğunu istəyir məndən. 15-in kvadratı üstəgəl 20-nin kvadratı. 225 üstəgəl 400, 625. Oradan da cavab alacam. 25. 54-cü sualda cavab A bəndi olacaq. Gəldik mərkəzi O nöqtəsində olan əmsalı kap. Uşaqlar, mən dərsin izahında bu homotetiyanı verməmişəm. Gəlin onu göstərim sizə. İzah eləyim elə burada da. Deməli, bir nöqtə digər nöqtəyə köçürülür. Misal üçün, O nöqtəsindən O nöqtəsi A nöqtəsinə köçürülür. A nöqtəsi A1 nöqtəsinə köçürülür. Köçürülərkən aradakı məsafə K qədər dəyişə bilər. Yəni, bu homotetiya əmsalı K bərabərdir 2 verilib A. O qədər dəyişə bilər. O mərkəzdir, yəni 3, -2-dir və homotetiya bərabərdir. O, K, AK, fərqi yoxdur, ya AB yazaq. Yəni, mən bunu həmişə orijinalla kopya deyirəm. Yəni, köçürüldüyü oldu kopya, A1, B1. Originalı isə AB idi də. Nə qədər köçürüldü? K qədər. Deməli, mən bunu A1, B1 bərabərdir. K vurulsun, AB yazıram. Bu, homotetiyanın əsas düsturudur. Yəni, kopya bərabərdir, K vurulsun originala. Bunun üçün də indi bizdə baxaq nə var burada. Deyir ki, O mərkəzli, yəni koordinatları 3, -2 nöqtəsində K-sı 2 olan homotetiyada A nöqtəsi -2, -1 hansı nöqtəyə keçir? Yəni A1-ə keçir. Onun da X, Y yazıram. Birincisi O A'ya keçmişdi axı. Düzdür? O A'ya keçmişdir. O A mənim originalımdır. A1 O isə sonradan köçürülmədir də. O A'nı yazıram. O A bərabərdir. Burada əsasən biz belə yazırıq. O A ştrix kopya bərabərdir. K vurulsun original. İndi bax, O A originalı tapıram hələ ki. -2-dən çıxacam 3-ü, -5 eləyəcək. -1-dən çıxacam 2-ni, eləyəcək müsbət 1. O A-nı tapdım. İndi O A1-i tapıram. Bu da bizim kopyamızdır. X-dan çıxacam 3-ü, Y-dən çıxacam 2-ni, o da üstəgəl olacaq. Bu da bu. K-mız da nəyə bərabər idi? 2-yə. Deməli, mənim kopyam, yəni O A1
Lap üstünə ştrix yazım ki, başa düşəsiz. Bərabər olmalıdır. Original vurulsun K. Gəlin indi bunu tətbiq eləyək. X çıx 3, Y üstə gəl 2. Bərabər olacaq. -5, 1 vurulsun 2-yə. Deməli, X çıx 3. Qoy sizə rahat-rahat yazım. Digər misallarda bu misallardan çıxacaq qabağımıza. Vektor ədədə vururuq. 2-ni -5-ə, -10. 2-ni 1-ə 2. Deməli, bu vektorların bir-birinə bərabər olması üçün uyğun komponentlər bərabər olmalıdır. X bərabərdir -7, Y üstə gəl 2 də bərabərdir 2-dir, Y də bərabərdir 0. 55-ci sualda cavab C bəndi oldu. Bir də izah eləyirəm. Homotetiya bir nöqtənin başqa nöqtəyə köçürülməsidir. Misal üçün, O nöqtəsinin A nöqtəsinə, A nöqtəsinin A1 nöqtəsinə. Sadəcə aradakı məsafə loru dildə desək belə K qədər dəyişir, müəyyən bir nisbətdə dəyişir. O A məsafəsini tapsaq, A'dan onu çıxırıq. Məsafəni komponentlərlə göstərsək, biz çıxdıq, -2-dən 3-ü çıxdıq. Aldıq məsafəni -5, -1-dən də -2-ni çıxdıq, aldıq 1. Bax, bunu aldıq. O A'nı tapdıq. Bir də bizə O A1 lazım idi. Biri var özünə köçdü, biri də var kopyasına. Kopyasına gedən məsafə isə komponentlərlə yazılışı isə X-dir da, A1-i bilmirik, yaxı axtarırıq hələ. Ona görə onun üçün kopyada X, Y yazırıq. X-dan 3-ü çıxırıq, Y-dən də 2-ni çıxırıq. Orada da mənfi olduğu üçün müsbət oldu. İndi bu düsturu tətbiq eləməliyik. Kopya bərabərdir. K vurulsun original. Kopya O A1 idi. Yəni X çıx 3, Y üstə gəl 2 bərabərdir. 2 vurulsun, əmsal verilmişdi də. Originalın komponentləri -5-dən 1 vururuq. Sonra X-darına, yəni uyğun komponentlər bir-birlərinə bərabər olmalıdır. Digər misalda bir də baxaq. Mərkəzi O -4, 3 nöqtəsində əmsalı K bərabərdir 3 olan homotetiyada A2, 5 nöqtəsi hara köçür? O köçür A-ya, bu da köçür A ştrixə, belə deyək də. İstəyirsiniz B yazaq. Necə istəyirsiniz? Hara köçür? Hansı nöqtəyə keçər? Ona baxaq indi. -4, 3'dür. A'nın 2, 5'dir. Hara köçdüydü yenə bilmirəm. X, Y-dir. Mən A, O-nu yazıram. Qoy yaxşı bura A ştrix yazım. Düsturda ştrixlə yazmışıq axı. A, O-nu hesablayıram birinci. 2-dən çıxıram. Qoy açıq yazım bunu da. -4'dür. 5'dən çıxıram 3'ü. Və mən komponentləri tapıram 6, 2. Sonra A ştrix belə yazılır da. A, O ştrix tapıram. X-dan çıxıram 4'ü, -4'ü, eləcə X üstə gəl 4. Y-dən çıxıram 3'ü, yazıram Y çıx 3. Və bundan sonra mənim K-nı mənə verib 3. Və bundan sonra mən düsturumu tətbiq edirəm. Bayaq yuxarıda yazdığım düsturu, bunu tətbiq eləyəcəm. Kopya bərabərdir. K vurulsun originala. Yəni, X üstə gəl 4, Y çıx 3 bərabərdir. K nə idi? 3. 3 vurulsun, A, onun komponentləri 6 ilə 2 olacaq. X üstə gəl 4, 3 vur 6, 18 və X-i hesablayacağım 14. Y çıx 3 bərabər olacaq. 3'ü 2'yə vuracağım, 6, Y bərabərdir 9. Və mənim komponentlərim olacaq 14-dən 9. 56-cı sualda cavab olacaq Y bəndi. 57-ci sualla davam eləyək. 57-ci sualda deyir ki, AB poliqramı ki, bunu B ilə işarə eləyiblər. ABCD poliqramı. AD A ilə işarə olunub.
Və bizə deyir ki, M nöqtəsi götürülüb BC-nin üzərində və o 3-ün 1-ə nisbətdə bölünüb. Əgər 3-ün 1-ə nisbətdə bölünübsə, əgər A vektoruna desək ki, 3x üstəgəl x, niyə A vektoruna deyirik? Bilirsiniz ki, paralelogramın qarşı tərəfləri paralel və bərabərdir. Ona görə də elə BC-nin də uzunluğu A vektoruna bərabər olacaq. O elə yazsaq, A vektoruna 4x desək, A vektoru 4x olacaq. Onda bura 4-dən 1 hissəsi olacaq A-nın. Yəni x nəyə bərabər olacaq? Buradan tapanda A böl 4-ə. Onda burada nəyə bərabər olacaq? BM də bərabər olacaq 4-dən 4-də 3-ünə. A-ya. Bu hissədə bərabər olacaq 4-də 3 A-ya. İndi davam eləyək görək. DM istəyir. M nöqtəsi buradadır. DM vektorunu A, B vektorları ilə ifadə eləyin. B-ni bura, AB-nin uzunluğu CD-nin uzunluğu ilə eynidirsə, mən onu paralel bu tərəfə köçürdə bilirəm. Və istiqamətləri və uzunluqları eyni olan vektorları bərabər vektorlar deyirdik. Ona görə də köçürdürdik. Və mənə DM-i ifadə elə deyir. DM vektorunu. Mən DM vektorunu ifadə eləyəndə baxım, DM-in üzərinə MC gəlsəm, mən DC-ni alaram. Baxaq, buna MC eləsəm, DM-in sonu MC-nin başlanğıcı olar və DC-nin bu sondan son, başlanğıcdan başlanğıc üst-üstə düşər və mənə DC-ni verir. Gəlin indi yerinə qoyaq. Biz DM-i ifadə eləməliydik də. DM bərabər olacaq. DC-yə B demişik, MC-yə də 4-də 1 A. B-dən çıxacaq 4-də 1 A-nı da sağ tərəfə keçirdirik bunu. B çıxılsın 4-də 1 A. Baxaq elə bir cavabımız varmı? Bəli. Deməli, bu neçənci sual idi? 57-ci sualda cavab olacaq Y bəndi. Keçək 58-ci suala, o da deyəsən elə ondan. 58-ci sualda paralelogram çəkirik və AB vektorudur. K nöqtəsində kəsilib, C-dir. AD-ni verib A. Birbaşa yazaq. 5-dən 4-üdür, 5-dən 1-idir. Bu 5-dən 1-idir. Bu da 5-də 4-üdür A-nın. Yenə eyni qaydada B ilə işarə olunub, uzunluqları və istiqamətləri eynidirsə, burada D-ni yazmamışıq. DC-yə də B deyə bilərik və biz DK vektorunu D-də başlayıb K-da bitən vektoru ifadə eləməliyik və biz DK üstəgəl bunu KS götürsək bərabər olmalıdır DC-yə. Onda DK-nı ifadə eləyəcəm mən necə? DC çıxılsın KS kimi. Deməli, DK bərabər olacaq. DC nə ilə ifadə olunub? B ilə. KS nə ilə ifadə olunub? 5-də 1 A ilə. B çıxılsın 5-də 1 A. 58-ci sualda cavab Y bəndidir. 59-cu suala baxaq. 59-cu sualda yenə koordinat sistemindədir. Koordinat başlanğıcından başlayıbsa, deməli A vektoru bərabərdir kökdə 7-yə. B vektoru da bərabərdir -3-ə. Bizə də onların cəmini istəyir. İstəyirsiniz komponentlərlə yazaq, elə öyrəşmisinizsə cəmləyək. Kökdə 7 x-idir. Y-i isə 0-dır. B-nin də x-i 0-dır. Y-i -3-dür. Onları cəmləyəndə alınır kökdə 7 -3. O da onların modulunu istəyəndə kökdə 7-nin kvadratı üstəgəl -3-ün kvadratı 7 üstəgəl 9. Kök altında oradan da 4 çıxır cavab. 59-cu sualda cavab eləyir 4. 60-cı suala baxaq. 60-cı sualda da
A vektoru 9'a bərabərdir uzunluğu, B vektorunun 12'ye bərabərdir. A üstəgəl B'nin uzunluğu 9'un kvadratı üstəgəl 12'nin kvadratı, 81 üstəgəl 144, 225. Oradan da cavab çıxır 60-cı sualda 15. Keçdik 61-ci suala. 61-ci suala baxaq, maraqlı misala oxşuyur. A, B, C, D. Yenə bayaq qeyd eləmişdim, diaqonallar kəsişir, poliqramdır, diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür, bu xassəni unutmuruq. A, B vektoru deyibsə, oxu bu istiqamətdə qoyduq. A, D vektoru deyirsə, bu oxu da bu istiqamətdə qoyduq. A, B ilə A, D-nin cəmi mənə verilib, -5, 12'ye bərabərdir. AM parçasının uzunluğunu tapın deyir. AM parçasının uzunluğunu tapın. M buradadır. Və bu. Mən bilirəm ki, bu diaqonalın yarısına bərabərdir. Birinci bunu tamamlayaq. AC-ni tamamlayaq. AB-yə bir dənə A deyək. BC-yə, yəni AD-yə, AD-nin komponenti B olsun. Bizə də verilib ki, AB uzunluğu AD A ilə B-nin cəmi bizə verilib bir M vektoru -5 ilə 12. Deməli, A ilə B-nin komponentlərini topladıq, -5-dən 12 verdi. Bunun uzunluğu 5'in kvadratı üstəgəl 144'ün kvadratı 25, 169, oradan da çıxacaq 13. AC-nin uzunluğu bizdə əgər 13'dürsə, AM diaqonalın yarısıdır da, 6/5 verəcək. 6/5. Gəlin bir də izah eləyirəm. AB vektoru bu vektorla hiç bunlara ehtiyac yoxdur. Bu vektorla AB vektoru ilə AD vektorunun cəmi verilib bizə komponentlərlə. Mən də AD ilə AB-nin arasında əlaqə yaratmaq üçün BC-yə köçürdürəm AD-ni. Deməli, AB-nin üzərinə BC vektorunu gələndə mənə verməlidir AC vektorunu. Mən də AB üstəgəl BC, yəni AD mənə verib -5 komponentlərlə 12 və onun da uzunluğunu bu şəkildə tapıram. Diaqonalın da yarısı olur 6/5. 62-ci sualda mərkəzi koordinat başlanğıcında və əmsalı 2 olan homotetiyada mərkəzi koordinat başlanğıcında o deməkdir ki 0, 0'dır. K'sı da ki 2'dir. A, B nöqtələri uyğun olaraq A1, B1 nöqtələrinə keçir. Birinci A-B'ni tapıram. Məndə nə olacaq? A1, B1 bərabər olacaq K vurulsun A-B'yə. Mən də A-B'ni tapıram. 0/5'dən çıxıram 5'i. -4'dən çıxıram 2'ni. Sonra A1, B1'im isə yoxdur da, X, Y-dir, bilmirəm onu. Burada AB-nin komponentlərini alıram mən. -4/5, -6. A1, B1'inki də X, Y-dir. K'nı vuracağım, yəni 2'ni vuracağım. -4/5'ə, -6'ya. X, Y bərabər olacaq -9'a, -12'yə. Yəni X'in bərabər olacaq -9'a, Y-in bərabər olacaq -12'yə. İndi məndən nə istəyir? Uzunluğunu 81 üstəgəl 144, 225, oradan da çıxır 15, 62-ci sualda.
Bir də baxırıq, bayaq izah elədik. Hamotetiyan o-biri tapşırıqlarda mərkəzi 0,0 nöqtəsindədirsə, elə AB-nin uzunluğu olduğu kimi AO-nun uzunluğu olduğu kimi verilir və homotetiya üçün düstur dedik. Dedik ki, kopya bərabərdir K vurulsun originala. Mən A1, B1-i bilmədiyim üçün onun koordinatları məndə x, y olacaq. A, yəni ki, x çıxılsın 0, y çıxılsın 0. X, y olacaq. AB-nin koordinatlarını isə bilirəm. 0,5-dən 5-i çıxıram, -4-dən də 2-ni çıxıram və yazıram -4,5, -6. Deməli, onda kopya bərabər olur, yəni x, y bərabər olur. K vurulsun, K'mız 2 idi. -4,5, -6. 2-ni -4,5'e vuranda -9, 2-ni -6'ya -12. X, y bərabərdirsə buna, x-i -9'dur, y-i -12'dir. A1, B1'in koordinatlarını tapdıqdan sonra uzunluğunu istəyir. Uzunluğu da bilirsiniz, kvadratları cəmidir kökün altında. Eyni qaydada 63-cü misala baxırıq. Mərkəzi homotetiyada əmsalı 2-də 1 olan A, B nöqtələridir. Mən AB-ni tapıram. 14-dən 10 çıxıram, yəni 24 eləyir. -2-dən 8 çıxıram, -10 eləyir. A1, B1'in isə x, y yazıram çünki bilmirəm. A1, B1. A1, B1 bərabər olacaq. K vurulsun A-B'yə. Düsturumuzu yenə yazırıq. Kopya bərabərdir. 2-də 1 vurulsun. Originala 24, -10. X-imiz olacaq 2-də 1 vur 24, 12. Y-imiz olacaq 2-də 1 vurulsun -10, -5. Yenə A1, B1 parçasının uzunluğunu istəyir. Komponentləri əgər 12, -5'dirsə, uzunluğu kök altında 12'nin kvadratı 144, -5'in kvadratı da müsbət 25. Bu da kök altında 169. Oradan da çıxacaq 13. 63-cü sualın cavabı eləyir 13. 64. 64'də nə var? Vahid vektorlar deyir. Vahid vektorlara dedik ki, uzunluğu 1'ə bərabər olan vahid vektor, əgər A vahid vektordirsə, onun uzunluğu 1'ə bərabərdir. Komponentlərlə yazaq. Bərabərdir 1. Kvadrata yüksəldə hər iki tərəfi x kvadrat üstə gəl 1 bərabərdir 1. X bərabərdir 0 aldıq. B də vahid vektordursa, onun da uzunluğu bərabərdir 1'ə. Kök altında 0,6'nın kvadratı, y-in kvadratı üstə gəl 0'ın kvadratı bərabərdir 0,36 bərabərdir 1 olmalıdır. 0,36 üstə gəl y-in kvadratı bərabərdir 1, y-in kvadratı 1-dən 0,36 çıxanda 0,64, y də bərabərdir 0,8. 64-cü sualda bizdən S vektorunun uzunluğunu istəyir. Yəni bunu mənfi müsbətdə götürsək, S vektorunun vahid vektorlar verilmişdi. S, x, y-dir də, S-nin koordinatları. Biz x-i neçə tapdıq? 0. Y-i neçə tapdıq? 0,8. X-i tapdıq 0. Y-i tapdıq 0,8. Ona görə də kvadratı 0,8'in kvadratı, uzunluğu modul S bərabərdir. Uzunluğu tapmaq üçün çıxır 0,8. Deməli, 64-cü sualda cavab oldu 0,8. 65-ci sualda yenə vahid vektorlardır. A modul bərabərdir 1'ə. Kök altında m kvadrat üstə gəl 0'ın kvadratı fəzadədir. Z də var. Kvadrat bərabərdir 1 olmalıdır. M kvadrat üstə gəl 0,64 bərabərdir 1. M bərabərdir mənfi müsbət 0,6. Çünki 1-dən 0,64 çıxdım 0,36. Oradan da 0,6 çıxdı. Modulda B bərabərdir 1'ə. Onun da bərabər olacaq 1'in kvadratı, 0'ın kvadratı, n'in kvadratı bərabərdir 1. 1 üstə gəl n bərabərdir 1, n kvadrat üzr istəyirəm, n də bərabər olacaq 0'a. Deməli, S-nin koordinatları, komponentləri m, n'dir.
O da bərabər olacaq S M-in yerinə 0,6 mənfi müsbət kvadratda fərq verməyəcək onsuz da 0 və modul S bərabər olacaq kök altında 0,6-ın kvadratı 0,36 0-ın kvadratı 0 və çıxacaq 65-ci sualda cavab 0,6. Getdik 66-da. Baxaq nə var. 66-da bizdən A çıx B üstəgəl S istəyir. İndi bizdə baxaq nə var. Birinin sonu digərinin başlanğıcıdır. Bax, S var, belə bir. Sonra onun sonu B-nin başlanğıcıdırsa, məndə S üstəgəl B var deməkdir bu. Çünki bu da belədirsə, deməli A bərabərdir S ilə B-nin cəminə var bizdə. Və komponentlər verilib. -3, 1, 9, 6. S-nin uzunluğu komponentlərlə yazılışı. S-ni yazaq. 9-dan -3-ü çıxaq. 12 eləsin. 6-dan da 1-i çıxaq, 5 eləsin. Sonra biz yazdıq ki, S üstü bizə nə lazımdır? A-dan çıxanda B-ni. Bizə lazımdır ki, A-dan S bərabər olacaq buradan. A çıxılsın B-yə. Deməli, mən aparıb burada qoysam yerinə, məndən 2S-ni istəyir. Düzdür? Mən də S-nin komponentlərini burada tapdım axı. Deməli, məndən 2S-ni istəyirsə, mən birinci S-nin komponentlərlə vektorun uzunluğunu istəyir. Bu vektorun uzunluğunu istəyir. Bu vektorda 2S-dir. Deməli, məndən bunu istəyir. 2S-ni. 24, bu da 10 eləyir. Kök altında 24-ün kvadratı, 10-un kvadratı 576 üstəgəl 100. Oradan da alınır 676, oradan da çıxır 26. 66-cı sualda cavab eləyir 26. Bir də deyirəm, S vektorunun sonu B vektorundan başlanğıcıdırsa, S üstəgəl B, A isə əvəzləyici vektordur, yəni onların cəminə bərabərdir. Əgər S üstəgəl B A-ya bərabərdirsə, S bərabər olacaq A çıx B-yə. Buradan. Əgər S bərabərdirsə, S bərabər olacaq A çıx B-yə, çünki S üstəgəl B bir-birinin ardınca gələn vektorlardır, A isə əvəzləyici vektordur. Əgər S A çıx B-dirsə, məndən istəyirdi ki, A çıx B üstəgəl S. Mən S-nin yerinə, üzr istəyirəm, A çıx B-nin yerinə S qoysam, mən 2S-ni istəyir, onun uzunluğunu. İstəyir bizdən 67. O qədər öyrəşmişəm ki, məşğələdə də, məktəbdə də uşaqlar başa düşmədikcə dönə-dönə izah eləməyə. Burada da elə dönə-dönə izah eləyirəm. Uyğunluğu müəyyən edin. Baxaq birincidə A01, B01. Komponentlər eynidirsə, deməli, uyğundurlar. 1-ə uyğun gəlir A. Bir də baxaq 1-ə hansı uyğun gəlir. A və B vektorları vahiddir. Bəli, vahiddir, çünki 1-ə uyğun gəlir A və D. Çünki kvadratları cəmi 1 verir. 2-yə baxaq. 2 vuranda 3-ə 6 eləyir. 4-ü vuranda 3-ə 12 eləyir. Deməli, B bərabərdir 3 dənə A-ya. Yəni 2-yə C uyğun gəlir. Başqa varmı görəsən? 3B-yə bərabərdir. Yox. B bərabərdir 2A-ya. Bəli. Üçüncüdə də Y uyğun gəlir. B bərabərdir 2A-ya. Deməli, 1-ə A-dır, 2-yə C, 3-ə Y gəldi. Uyğun 68-ə baxaq. Uyğunluğu yenə müəyyən eləyin deyir. A 8, 10-dur, 4, 5-dir. 2 dəfə fərqlənir. A, B-dən. B bərabərdir 2 dənə. A 2 dəfə böyükdür B-dən. 2 dəfə böyükdür B-dən Y bəndi.
68-də birinci Y-dir. İkinci vahid vektordur. Bəli, deməli yazaq 1-ə Y uyğun gəldi, 2-yə B uyğun gəldi və bir-birinə bərabər vektorlardır. D uyğun gəldi. Üçüncü 8 4 dəfə böyükdür. A, B-ni 4-ə vuranda alırıq. 3-də də A. Deməli Y, B, D, A uyğun gəldi. Baxaq 69-da. Yenə uyğunluqdur. X-i verib A üstə gəl B, Y-i verib A çıx B olarsa X üstə gəl Y. X üstə gəl Y mənə nə verəcək? A-ları toplayacağım, B-lər gedəcək 2A-nı. Sonra X çıx Y nə verəcək mənə? A-lar gedəcək, B-lər toplanacaq 2B-ni. Sonra X vur Y mənə nə verəcək? Bəli, müxtəsər vurma düsturunu. Başqa varmı burada 0 verən? Deməli nə oldu 69-da? 1-ə uyğun gəldi B, 2-yə uyğun gəldi D, 3-ə uyğun gəldi C. 70-ci suala baxaq. Olarsa uyğunluğu müəyyən eləyin. 2A çıx B. 2X. Birinci onu yazaq. Gəlin yazaq bunu biraz səliqəli olsun. 2A çıx B-ni istəyir və istəyir, üzr istəyirəm. A üstə gəl 2B-ni verib bunların bizə. Və deyir ki, birincidə 2 vurulsun, X üstü xət, üstə gəl Y üstü xətti tap. Yəni X vektoru, Y vektorunu tap. Mən birinci 2X-i tapmalıyam axı. Vurmalıyam da. X əgər 2A çıx B-dirsə, 2X 4A çıx 2B-dir. Düzdür? Sonra üstünə də Y gəlməliyəm. 4A çıx 2B. Üstə gəl Y-i gələcəm. Y də A üstə gəl 2B-dir. 2B-lər gedəcək, qalacaq mənim üçün 5B. Deməli, məndə birinciyə uyğun olacaq 5A, üzr istəyirəm, uyğun olacaq birinciyə C bəndi. İkincisinə baxaq. İkincidə mənfi X üstə gəl 2Y. X-im 2A-dırsa, 2A üstə çıx B-dirsə, mənfi 2A üstə gəl B yazacağım. Üstə gəl 2Y, 2-yə vuracağım. Y-i 2A üstə gəl 4B olacaq və hesablayacağım. Bu dəfə 2A-lar gedəcək. 4B ilə B də olacaq 5B. İkinciyə də uyğun olacaq A. Olacaq 1-ə C yazmışıq. 2-yə A yazdıq. 3-ə də indi baxaq. X üstə gəl Y istəyir. 2A çıx B, üstə gəl A, üstə gəl 2B. Bərabər olacaqdı. 3A üstə gəl B. 3A üstə gəl B də 3-də də D bəndi olacaq. Və 70-ci sual bitdi. Baxaq 71-ci suala. 71-ci sualda yenə uyğunluqdur. AB vektoru üçün uyğunluğu müəyyən edin. AB vektorunun komponentlərlə yazılışı. Yəni, gəlin yazın birincidə. A -1, 0, 4. B-si 1, 3, -2'dir. Deməli, AB-nin komponentlərlə yazanda 1-dən -1'i çıxırsan 2, 3-dən 0'ı çıxırsan 3, -2'dən 4'ü çıxırsan -6. Və AB-nin uzunluğunu istəsə 4 üstə gəl, 9 üstə gəl, 36, 49, oradan da 7 çıxır. AB-nin uzunluğu 7 var. Komponentləri 2, 3, -6 var. 1-ə B və Y uyğun gəlir. 1-ə B və Y uyğun gəlir. Baxaq indi ikinciyə nə uyğun gəlir. Komponentlərlə yazılışı 0-dan 6 çıxdıq, -6, -5-dən 1, -6, 1-dən bəli, 2-yə A uyğun gəldi. Uzunluğuna baxsaq, 6'nın kvadratı 36, 6'nın kvadratı 36, 72, üstə gəldə 9, 81, oradan da 9 çıxacaq. Deməli, 2-yə eyni zamanda D bəndi. 3-ə də yəqin ki, qalacaq C bəndi. Baxaq.
komponentləri 0-dan 3 çıxdıq, -3, 6-dan 0 çıxdıq, 6, -3-dən 1 çıxdıq, -4, -3, 6, -4, bəli, 3-ə də uyğun gəlir C bəndi. Bu bizim 71-ci sualımız idi. 71-də oldu. 1-də B, Y, 2-də A, D, 3-də C. 72-ci suala baxaq. Yenə uyğunluqdur. Uyğunluqlar biraz yorucudur, darıxdırıcıdır. Amma asan suallardır. AB-nin uzunluğu komponentlərlə yazılışı birinciyə görə. AB-nin komponentlərlə yazılışı 1-dən -2 çıxanda 3, 3-dən 0 çıxdım. -2-dən, -3-dən -2 çıxdım. -5 elədi. Hardadır bu? Deməli, birinciyə uyğun gəldi B. Varmı uzunluğuna baxaq indi. 9 üstəgəl, 9 üstəgəl 25, 18, 25 heç nə olmur, getdi. Getdi ikinciyə baxmağa. AB-nin komponentlərlə yazılışı eləyir 2, 3, 6. Bəs uzunluğu 2-nin kvadratı 4, üstəgəl 9, üstəgəl 36. Bəli, 7 çıxdı. 2-yə 2, 3, 6, yəni 2-yə C və 2-yə D. 2-yə C və D uyğun gəldi. 72-ci sualda. Baxırıq indi üçüncüyə. 5-dən 3, 8. Komponentlərlə yazılışı. 5-dən 3, 8. -4 çıx 5, -9. 6 elədi 12. Bu da komponentlərlə yazılışıdır. Cəmi olacaq 64, 81, 144. 5, 289 eləyər. Yəqin ki, bu da eləyər 17. 3-ə də Y bəndi. Deməli, 3-ə Y bəndi. A, bir də A bəndi. Oldu. 72-ci sualda oldu 1-ə B, 2-yə C, D, 3-ə A, Y. 73-cü suala baxaq. 73-cü sualda AS SB vektoruna bərabərdir. AS vektorudur tutaq ki, sonra da SB vektoru gəlir. Bunlar bir-birinə bərabərdirlər. Onda variantları seçib yazmaq lazımdır. Ya da ki, belə eləyək. A-ya yazaq -3, 7. B-yə yazaq 7, 9. S-yə də yazaq x, y. Onda B-dən S-ni çıxanda, S-dən A-nı çıxanda cavablar bərabər olmalıdır. Yəni, 7-dən x çıxanda bərabər olmalıdır. X-dən -3, o da üstəgəl eləyir. 9-dan y çıxanda bərabər olmalıdır. Y çıxılsın 7-yə. -2x bərabərdir. -6. -7x bərabərdir. -4. -2x bərabərdir. -4. Bu da müsbət 2 eləyir. -2y bərabərdir. -16. Y də bərabərdir. 8 eləyir. 2, 8. A bəndinə uyğundur. 2, 8. Bir də bizdən nələri istəyirdi burada? SB-ni. SB-ni əgər bura mən yazsam 2, 8 komponentlərlə 7-dən 2 çıxanda 7 çıx 2, bir də 9 çıx 1. SB-nin komponentlərlə verilməsi 5-dən 1 olacaq. 1-də olacaq. 1-ə uyğun gələcək B və S. 2-ni baxaq 2-yə. Hamısı üçün ayrı-ayrı çəkirəm ki, sizə rahat olsun. A, S, sonra da S, B bərabərdirlər. A-nın komponentləri ikincidə verilib 4-dən 6, B-ninkilər 10-dan 8, S-ni bilmirik, x, y yazırıq. Onda mən başa düşürəm ki, 10-dan x çıxanda uyğun komponentlərin fərqi bərabərdirlərsə bərabər olmalıdır. X-dan da -4 çıxanda x üstəgəl 4-dir. 8-dən y çıxanda, y-dən də 6 çıxanda cavablar bərabər olmalıdır. Deməli, -2x bərabərdir.
mənfi 6-ya, x bərabərdir 3-ə, mənfi 2y bərabərdir mənfi 14-ə, y də bərabərdir 7-yə. Deməli, s üçün komponentlər tapdıq 3 ilə 7. İkincidə oldu y bəndi. Əgər 3 və 7 olarsa, ondan bizdə nə istəyirdi? S-ləri. Ondan 3 çıxanda 7, 8-dən 7 çıxanda 1. 2-yə eyni zamanda D də uyğun gəlir. Getdi üçüncüyə. A, S, S, B bərabərdirlər. A-nın komponentləri mənfi 5, 8. B-nin komponentləri 13, 14. S-yə də yazırıq x, y. Deməli, 13 çıxılsın x bərabər olmalıdır. X çıx mənfi 5 üstə gəl 5 olacaq. 14 çıx y bərabərdir. Y çıxılsın 8 olacaq. Bərabər olacaq. Mənfi 2x bərabərdir. Mənfi 8x bərabərdir 4. Mənfi 2y bərabərdir. Mənfi 22. Y də bərabərdir. Müsbət 11. 4 ilə 11 olacaq. O da 3-ə A bəndi. 73-cü sualda 1-ə uyğun gəldi B, C. 2-yə uyğun gəldi D, Y. 3-ə uyğun gəldi A. Belə. 74-cü sualla davam eləyək. 74-də də 73-də olduğu kimi bir AC çəkək, bir də SB. Bunlar uyğun bərabər olsunlar. Mənfi 5, 9. B-də də 9, 5. S-yə də x, y yazaq və başa düşürəm ki, bərabərdirlərsə uyğun komponentlərin fərqi də bərabər olmalıdır. 5-dən də y çıxanda, y-dən də 9 çıxanda cavab bərabər olur. Mənfi 2x bərabərdir, mənfi 4, x bərabərdir 2, mənfi 2y bərabərdir, mənfi 14, y bərabərdir 7. 2 ilə 7 olacaq, 1-ə y. Eyni zamanda bizdə buradan A sayını istəyir bayaqkindən fərqli olaraq. 2, 7 yazsaq, 2-dən mənfi 5 çıxanda 7, 7-dən 9 çıxanda mənfi 2. Deməli, bizdə A-sı 7 ilə mənfi 2 verəcək. O da A bəndidir. Baxırıq ikincisinə. A, S, S, B. A, S, S, B. A-nın komponentləri mənfi 7, 11. S-nin komponentləri x, y. B-nin komponentləri 13, 7. 13-dən x çıxanda bərabər olur. X çıx mənfi 7, o da üstə gəl 7-dir. 7-dən y çıxanda bərabər olur. Y çıxılsın 11. Mənfi 2x bərabərdir. Mənfi 6x bərabərdir 3. Mənfi 2y bərabərdir. Mənfi 18, y də bərabərdir 9. 3 ilə 9, ikinciyə D bəndi 3 ilə 9 və mən 3 ilə 9 yazsam bura. 3-dən mənfi 7 çıxanda 10, 9-dan 11 çıxanda mənfi 2. Belə bir cavab yoxdur. Ona görə də 2-yə ancaq D uyğun gəlir. 3-ə baxaq. A. Koordinatları mənfi 6, 12. B-nin koordinatları 14, 4. C-nin koordinatları isə x, y və başa düşürəm ki, 14-dən x-i çıxanda bərabər olur. X çıx mənfi 6, o da üstə gəl 6. 4-dən y çıxanda bərabər olmalıdır. Y çıxılsın 12-yə. Və mənfi 2x bərabər olacaq. Buradan alırıq da bunu. Mənfi 2x bərabər olacaq. Mənfi 8-ə x bərabərdir 4-ə. Mənfi 2y bərabər olur mənfi 16-ya. Y də bərabər olacaq 8-ə. 4, 8 cavabı 3-ə B uyğun gəldi. AC-ni indi bura 4, 8 yazsaq. AC-miz 4-dən 6, mənfi 6 çıxanda 10, 8-dən 12 çıxanda mənfi 4. Eyni zamanda bu olur. Deməli, 74-cü sualda 1-ə uyğun gəldi A, Y, 2-yə uyğun gəldi
sadəcə D. 3-ə uyğun gəldi B və C. Baxaq 75-ci suala. 75-də A vektorunun komponentlərini fəzadadır. A vektorunun komponentlərini verib x-i 4, y-i 8, yəqin ki, düz görürəm də, z-i də 3. B-nin komponentlərini isə verib 7, 5 və 6. Bizdən nə istəyir? 2A. Burada nə alınır ki? 2A olacaq 8, 16, 6. Və buradan 3B. 3'ə vuracaq, bilirsiniz. 21, 15, 18 və bunların cəmini istəyir. Toplayacaq 29, 31, 24. Haradadır cavablar? 75'də nə istəyir? Sadəcə cavab istəyir. Komponentlərlə yazılışı, onda ilə cavab olacaq bu. Keçək 76-cı sualda. Eyni qaydadadır. 76-cı sualda 3A üstəgəl 2B-ni istəyir. Birinci A-nın komponentlərini yazaq. 5, 7, 2. B-nin komponentlərini yazaq. 8, 4, 6. 3A-nı yazaq. 3'ə vurmalıyıq. 15, 21, 6. 2B-ni yazaq. 16, 8, 12. Toplayaq. 31, 29, 18. Bu da 76'nın cevabıdır. 31, 29, 18 deyəsən 75'də də yazmamışdım cevabı. 75'də də cavab 29, 31, 24 oldu. 77. Yenə gəldik homotetiya. 77'də fikir verin, bayaq mən çəkirdim. O'dan A'ya, A'dan da A'-a, o mərkəzli 5, 2, 1'dir. İstəyirsiniz burada yazın. O, A, sonra kopyası A'. Bu da o. O'nun koordinatları 5, 2, 1. K'sı 3'dür. Homotetiyada kürə üzərindədir. Fərq etməz. Nöqtədən nöqtəyə gedir də. 0, -2, 7'dir. Burada da bilmirəm. Fəzadadır. Bayaqdan x, y-lə yazırdıq. İndi x, y, z'dir. Və K'sı da 3'dür. Eyni prosesdir. O, A', bərabər olacaq. K vurulsun O, A'ya. Deməli, O, A'nı yazıram. Birinci. 0'dan 5 çıxıram. -5. -2'dən 2, -4. 7'dən 1, 6. O, A'-ı yazıram. X çıx 5, Y çıx 2, Z çıx 1. Və məndə nə olmalıdır? X çıx 5, Y çıx 2, Z çıx 1 bərabər olmalıdır. K vurulsun, yenə bu düstur. Yəni 3 vurulsun O, A. -5, -4, 6. Davam eləyirəm. X çıx 5 bərabər olmalıdır nəyə? 3 vur -5'ə, yəni -15'ə. X da tapıldı buradan -10. Y çıx 2 nəyə bərabər olmalıdır? 3 vurulsun -4'ə, yəni -12'yə. Y-i də tapdıq buradan -10. Z çıx 1 nəyə bərabər olmalıdır? 3 vurulsun 6'ya 18'ə. Z də bərabər olacaq 19 və bizdən A1 nöqtəsinin koordinatlarının cəmini istəyir 77-ci sualda. Hesablayaq. -10, -10, -20, üstəgəl 19 eləyəcək -1. Cavab oldu -1. Keçdik
78'e. 78'də də yenə yazım göstərimdə M, bu da M ştrix. O'dan M-ə, M-dən də M ştrixə gedib. Onun koordinatları 6, 4, 1. K-mız 2'dir. Düsturumuz da olacaq. O M ştrix bərabərdir. Kopya bərabərdir. K vurulsun orijinal. M də bərabərdir. 4, 0, mənfi 5. M ştrix də bərabərdir. X, Y, Z bilmirik. Deməli, o M-i tapmalıyam. 4-dən 6, mənfi 2. 0-dan 4, mənfi 4. Mənfi 5-dən 1, mənfi 6. O M ştrixi tapmalıyam. X çıx 6, Y çıx 4, Z çıx 1. Deməli, bu düstura əsasən, indi davam edirəm. X çıx 6 bərabərdir. Gəlin elə belə yazaq da. X-a X-a, Y-a Y-a, Z-Z-ə K qədər dəyişirlər də. K-mız da 2'dir deyə. X çıx 6, X-i mənfi 2 K-ya bərabər olacaq. Yəni vur 2'yə. Y çıx 4, Y-i vur 2'yə. Z çıx 1, Y-i vur 2'yə. Deməli, buradan X alınacaq. Bu mənfi 4'dür. O tərəfə keçəndə müsbət 2. Y-imiz alınacaq. Mənfi 8'dir. Alınacaq mənfi 4. Z-imiz olacaq. Mənfi 12, mənfi 11. Burada da bizdən nə istəyir? Koordinatları cəmini istəyir. Mənfi 2, mənfi 13 olacaq. Cəmi. Birlikdə mənfi 13. 79-cu suala. 79-cu sualda bizdən M vektorunu istəyir. AB çıxılsın SB, çıxılsın DS. Birinci koordinatları yazaq. A'nın koordinatları 1, 2. B'nin koordinatları sayaq. 3 və 2, 3, 4. 3 ilə 4. 3 ilə 2, 3, 4, 5 üzr istəyirəm. 3 ilə 5. C'nin koordinatları 4, 5, 6, 7 ilə 5 idisə bu da 6'dır. 7 ilə 6. D'nin koordinatları 9 ilə burada da 4. 9 ilə 4. Düz. İndi bizdən nə istəyir birinci? A, B-ni tapaq. A, B-ni sondan başlanğıc çıxılır. Yəni 3'dən 1 çıxacam 2, 5'dən 2 çıxacam 3. Sonra məndən nə istəyir? S, B-ni. S, B, yenə sondan başlanğıc çıxacam. Yəni B-dən S-ni çıxacam. 3'dən 7, mənfi 4, 5'dən 6, mənfi 1. Sonra nə istəyir? DS-ni hesabla deyir. DS yenə sondan başlanğıc. S-dən D-ni çıxacam. Mənfi 2. 6'dan da 4 çıxacam. Müsbət 2. İndi bunları tapandan sonra məndən M vektorunun AB çıxılsın SB çıx DS soruşur. AB-nin yerində 2, 3'dür. Çıxılsın SB-nin yerində mənfi 4, mənfi 1'dir. DS-nin yerində də mənfi 2, 2'dir. İstəyirsə hesablayaq. 2'dən çıxaq, mənfi 4'ü eləsin 6. 3'dən çıxaq, mənfi 1'i eləsin 4. Sonra çıxaq, mənfi 2, 2. Bərabərdir. 6'dan çıxaq, mənfi 2'ni olsun 8. 4'dən də çıxaq 2'ni olsun 2. İndi bizdən M vektorunun uzunluğunu istəyir. Yəni 8'in kvadratı üstə gəl 2'nin kvadratı. Bərabərdir. 64 üstə gəl 4. Kökdə 68. Kökdə 68'i də ayırsaq 4 vur 17 kimi. 2 kökdə 17 eləyir. Deməli 79'da cavab eləyəcək 2 kökdə
17. Davam eləyək və sonuncu sualımızdır. 80-ci sual. 80-ci sualda da yenə A-nın koordinatlarını yazmalıyıq. 1, 3. B-nin koordinatlarını yazırıq. 3, 2, 3, 4, 5, 6, 7, 8. 3, 8. C-nin koordinatlarını yazaq. 4, 5, 6, bir də 9. 6, 9. D-nin koordinatlarını da yazaq. 7, 8, 9, 4, 5. 9, 5. Və məndən A-B-ni istəyib. A-B sondan başlanğıc çıxılır. B-dən. 3-dən 1 çıxıram 2, 8-dən 3 çıxıram 5. Sonra nə var məndə? BS, yox, SB var. Şəkildə BS versə də SB var. SB-yə görə biz sondan başlanğıc çıxırıq. B-dən S-ni çıxacaq. -3. 8-dən 9, -1. Sonra DS var. Yəni sondan başlanğıc çıxacaq S-dən D-ni. DS. S-dən D-ni çıxacaq. 6-dan 9, -3. 9-dan 5, 4. İndi davam edirik. N vektorunu istəyib bizdən A, B. Çıxılsın S, B. Çıxılsın DS. Bərabərdir. A, B 2, 5. Çıx. -3, -1. Çıx. -3, 4. Bərabər eləyək. 2-dən -3-ü çıxırıq. Olur 5. 5-dən -1-i çıxırıq. Olur 6. Sonra davam eləyirəm. -3-dən 4-ü çıxmalıyam. Bərabər olacaq. 5-dən çıxıram -3-ü. 8. 6-dan çıxıram 4-ü. 2. Bayaqki qaydada n vektorunun uzunluğuna elə eyni cavab alınacaq. 8-in kvadratı, 2-nin kvadratı kök altında 68. Oradan da çıxır 2 kökdə 17. Bu qədər uşaqlar. İnşallah ki faydalı oldu. Köməyim dəydi sizə. Diqqətiniz üçün çox sağ olun.